İşi uyandırıp yandırmamaqda çox qərarsız. Bir dəfə də yandırım gözlüyüm. İşi uyandıranda belə. Məncə işi qalsın. Tamam. Başlayacağım bir saniye. 1, 2, 3. Çok heyecanlandım. Hatta onu danışmırdım. Herkese salam. YouTube kanalıma hoş gelmişsiniz. Axır aylar sonra video çəkməyə qərar verdim. Daha doğrusu artıq üstümdə məsuliyyət hiss elədim ki, mən yəni YouTube'a bir video çəkməliyim. Deməli, bu video başlıqdan da gördüyünüz üzere Yunek ise hakkında her şeyi bugün danışırıq. Bugün her şeyi ortalığa tökmə günüdür. Az özümü tanıdım, məni tanımayanlar üçün. Mən Rızayeva Zemfira. Yunek'de Beynəlxalq Ticarət və Logistikanın İngiliscə tədrisində tədris alıram. Birinci kursu bitirdim, ikinci kursa keçirəm bu il. Məntiqən. Neyse. Çox heyecanlandım. Burada hiç güləcəm indi. Deməli, uşaqlar, dedim ki, ixtisas seçimi gəlib. Düzdür, ixtisas seçimi günlərdir. Bugün ayın neçəsi 17'si deyəsən. Birazdan ixtisas seçimi qutaracaq, mən də indi seçirəm. Danışıram, daha doğrusu çəkirəm videonu. Əslində əvvəl dedim ixtisas seçimi haqqında video çəkim. Sonra fikirləşdim ki, mən nə danışacağam ixtisas seçimi haqqında. Onsuz balını yığıb, balına uyğun ixtisas seçirdi cəmaət. Mən nə danışacağam? Yox, balınıza uyğun bunu seçin, onu seçin. Mən bilmirəm də, yəni o şeylərdən çox da başım çıxmır. Balımı yığmışdım, keçən il 572.8 bal yığmışdım və bu ixtisasa düşdüm. Daha doğrusu birinci yere yazmışdım. Eğer izlememişsem mən ixtisas seçimi cavabları çıxma videomu gelin izleyin. Çok heyecanlı videoydu. Mən çox heyecanlı günlər idi daha doğrusu mənim üçün. Çünki çox yaxşı başa düşürəm ki, bu dövr çox heyecanlı keçir. Nəyi seçim? O kadar araştırmalar falan eləmişdim ki, bir de yani istədiyim yer bəlli idi, sadəcə yine də araşdırırdım. Neyse, bunu koydum telefon. Uşaqlar, dedim ki, Yunek seçmiş, İSE seçmiş. İnsanlar gəlsin bu videonu izləsin. İngilis sərisi seçmiş insanlar izləsin və məlumat alsın. Çünki mən keçən il YouTube'da ələ-əvələ eləmişdim. Bir dənə video tapmamışdım. Bir dənə video tapmışdım. Bir dənə qız danışırdı, sağ olsun. O yaxşı danışmışdı. Mən bir çox məlumat öyrənmişdim və gedəndə daha rahat oldum. Yəni şəxsən yəni məlumatım var idi. Amma dedim ki, biraz belə güncəl videomuz olsun, mən danışım. Bəli. Deməli, əvvəlcə İSE-nin açılışından deyim ki, International School of Economy'dir. Yəni bu fakültədir uşaqlar. Bu fakültədə 5 ixtisas keçirilir və bu 5 ixtisas da ingiliscə tədrisdə keçirilir. İxtisaslarımızda maliyyə, iqtisadiyyat, biznes idarə edilməsi, beynəlxalq ticarət və logistika, öz ixtisasımı deyəməm şəklim və mühasibat. Bu 5 ixtisası ingilis tədrisdə keçirilir. İçəri şəhər korpusunda keçirilir bu arada. Əsas korpusda tədris alırıq hamımız. Heç nə ingilis tədrisidir uşaqlar. Əgər seçməsi isə deməli bir addım qabaqdasınız da yəni. Çünki yəni əgər həqiqətən ən aşağı IQ səviyyəniz varsa, çünki hər kəsdən bu sualı alıram. Nə qədər ingilis səviyyəmiz olmalıdır ki, ingilis tədris alaq, çətindirmi? Nə olacaq? Başa düşə biləcək. Yalanmasa deyə gedib az tədris seçənlər var. Amma məncə ən aşağı IQ səviyyəniz varsa gedib seçin. Çünki o qədər də çətin deyil. Yəni mən öz fikrimdə danışıram, o qədər də çətin deyil. Çünki başa düşülür. Həm müəllimləri cavandır. Tələbələri başa düşən müəllimlərdilər. Həmçinin də yəni siz orada akademik səviyyədə ingiliscə falan danışmırlar da. Uşaqlar həqiqətən də asan dildə danışırlar ki, hər səviyyədən uşaqlar başa düşsün də, yəni həmin dərsi. Ona görə o qədər də qorxmayın. Əgər IQ səviyyən aşağı varsa yazın. Onsuz əgər bu balı yığmışsınızsa, deməli ən aşağı bir 550-dən yuxarı balınız var ki, siz ingilis tədrisdəsiniz. Yəni deməli ingiliscədən də nəsə bilirsiniz də. Məncə inanın və yəni yazın. Yəni ən çox Yunek tələbələrinin qorxulu hissəsi xidiyyatdır. Xaricdə də işgüzar akademik kommunikasiya. Məsələn, mən bu il aptis verəcəm. Aptis haqqında çox danışa bilməyəcəm. Heç bir məlumatım yoxdur. Yəni var, yəni üstdən. Çünki keçən il ilk dəfə tətbiq olunub. Bizim ikinci tətbiq olunacaq insanlarıq. Ona görə heç bir fikrim yoxdur. Ona görə aptis haqqında çox danışa bilməyəcəm. Amma xidiyyat haqqında danışım ki, xidiyyat birinci səviyyəsi uşaqlar A1 səviyyəsi keçirilir sizə. Yəni qorxusuz ayda mən nə edirəm falan A1 səviyyəsidir yəni. Çox rahat keçirilir. Sonra ikinci semestr A2 olursunuz. Artıq ikinci kursdan etibarən A2, B1, A2 gücü qutarır, B1 olursunuz və aptis imtahanı verəndə də ən aşağı B1 səviyyəniz olmalıdır. Aptis də British Council tərəfindən keçirilmiş beynəlxalq bir imtahandır. Sizə sertifikat verilir. O sertifikatın nə işə yaradığını haqqında heç bir məlumatım yoxdur. Prosta yəni Yunekin üstünlüyüdür. Sizə dil sertifikatı verir, amma ən aşağı B1 səviyyəniz olmalıdır, yoxsa kəsilirsiniz. Bəli, bunu da qoydum bir tərəfə.
Deməli, hə, yəni ki, xidiyyətdən o dərəcədə qorxmayın. Bizə şey olaraq foundation soruşulur. Foundation bizdə yoxdur. Foundation yoxdur uşaqlar. Yəni ki, sizə əvvəlcədən Xəzər və ADA Universitetində kimi ingiliscə dərslər keçirilsin, ingiliscə öyrətsinlər, sonra sizə aparsınlar ingilis dilinin artıq ixtisas fənlərindən fənlər keçəsiniz. Belə bir şey yoxdur. Proma universitetin 15 sentyabr 1-ci günü girirsiniz içəri. İşıqlar söndür. 1 sentyabr girirsiniz içəri və qarşılaşacağınız mənzərəyə bir müəllim girir içəri, ingiliscə danışır. Bəli, budur. Amma ki, qorxmayın. Həqiqətən qorxmayın. İnanın, özünüzə güvənin, məndə rahat olacaq. UNEK-in ən gözəl üstün tərəflərindən biri uşaqlar. 3 gün dərsə gedirsiniz sadəcə. Bunu özümdə görəndə şok olmuşdum. Həqiqətən də 3 gündür dərslər. Bəli, 3 gün. 3 gün əyani şəkildə universitetə gedirsiniz, 1 gün onlayn olur, qalan 3 gün evdəsiniz. Yəni siz istəyirsiniz kursa gedin, istəyirsiniz işləyin. Yəni sizə UNEK həqiqətən də şərait yaradır. Yəni bu cəhətdən o qədər sevirəm ki, universitetimin şərait yaradır həm oxumaq üçün, həm kursa getmək üçün, həm çalışmaq üçün. Yəni hər türlü şərait yaradır və tələbə mühiti məncə çox qəşəngdir. Mən bəyənirəm. İkinci cəhət olaraq İSE-nin üstün cəhətlərindən sizin bəli, sizin patokunuz yoxdur. Sadəcə mən bildiyim qədəri ilə danışa bilərəm ki, maliyyənin patoku var. Maliyyə 2 qrupdan ibarətdir. Çünki 60 yerə ayrılmışdı. Ona görə də bölüblər onları. Amma məsələn, mənim ixtisasımın patoku yoxdur. Bizim üçün siz orada ixtisas seçimində görürsünüz ki, universitet bu ixtisası nə qədər yerə ayırıb. Mən görmüşdüm, 30 yerə ayrılmışdı. 5 nəfər də xarici tələbə, yəni xarici vətəndaş adı ilə girənlər olub. 35 nəfər qrupdayıq. Yəni bizim patokumuz yoxdur. Ümumi beynəlxalq ticarət və logistikada sadəcə bir qrup var və ümumi hamımız oyuq. Vəsiyo. İngilis dərsi tədris alanlar bu qədər. Deməli, yəni ki, bu cəhətdən çox gözəldir. Məsələn, mən ilk semestr dərsə başlayanda 1, 2, 3-cü günlər dərsə gedirdim. 4-cü günüm onlayn idi. 5-6 bazar full evdəydim. İkinci semestr isə bu artıq dəyişdi. 1, 2, 4 gedirdim. 3-cü gün boş idim. 5-ci gün onlayn idi. Bu sizin cədvəlinizdən asılı olaraq dəyişə bilər. Amma uşaqlar, yəni bunu bildiyim qədəri ilə hər ilə aiddir. Amma aid olmaya da bilər. Bəlkə 4 gündə gedə bilərsə, yəni şəkildə sizin cədvəlinizdən də asılı ola bilər. Amma mən bildiyim qədərilə 3 gün gedirsiniz. Çox gözəl bir şeydir. Digər bir üstünlüyündən danışım ki, staj keçiriləcəkmiş. Bu il tətbiq olunan bir şeydir. 2 və 3-cü kurslar da artıq staja gedəcəkmiş. Bu haqda məlumatım yoxdur, nə yalan deyim. Özümdə ilk dəfə tətbiq eləyəcəm, yəni özümdə ilk dəfə yaşayacağam bunu. Yaşayandan sonra həqiqətən də məlumatlandıraram sizə. Şəxsi kabinet söhbətinizə keçim daha doğrusu. Sizin cavablarınız çıxandan sonra UNEK-in qəbul cavabı, sonra onun qəbul periodu olur, qeydiyyatdan keçmək və s. Qeydiyyatdan keçdikdən sonra sizin üçün şəxsi kabinet açılır avtomatik və şəxsi kabinetin olması UNEK-in çox gözəl bir şeydir. Hər şeyiniz oradadır uşaqlar. Yəni hər şey orada var. Seminarlar, mühazirələr, dərslər, imtahan cavabları, nəticələr, imtahanda nəyi səhv eləmişsiniz falan, hər şeyi görə bilirsiniz. Apellyasiyanı da və s. oradan eləmək olur. Deyəsən bu il apellyasiya artıq dəyişdi. Üz apellyasiyaya keçirildi. Bir ara onlayn keçirmişdim. Nəysə bu biraz qarışıq məsələlərdir. İnşallah apellyasiyaya üz tutmaq məcburiyyətində heç qalmazsınız. Mən heç qalmamışam. Şəxsi kabinetinizə hər şey yüklənir. Tutaq ki, məsələn, dərsdəsiz uşaqlar. Məsələn, ən çox qorxudur da dərsi başa düşməzlər, ingiliscə falan keçirilir falan deyə. Amma ki, bundan qorxmayın. Məsələn, okey, ingiliscə keçirilir, amma məsələn, başa düşmədiyi hissələrə müəllimə deyə bilərsiniz, müəllim, bu hissəni Azərbaycanda başa sala bilərsiniz və s. kimi, yaxud da ki, müəllim özü də məsələn çətin bir hissədirsə, özü də Azərbaycanda başa salır. Yəni ayda full ingiliscə dərs dediyi bir şey yoxdur, Azərbaycanda danışa da bilərsiniz. Sadəcə təbii ki, üstündə ingiliscədir də, yəni. Çünki ingiliscə dərs etmisiniz. Prosta hədə, yəni. Biraz sizə yola verirlər 1-ci kursda. Bunu sizə rahatlıqla deyə bilərəm ki, həm qiymət cəhətdən olsun. Bu arada qiymət cəhətdən sizə həqiqətən deyə bilərəm ki, hesab fakültəsində heç bir müəllimi, yəni mənə dərs keçmiş bir çox müəllim olmuş, amma heç biri qiymət keçən müəllim olmayıb. Yəni digər qruplardan eşitdiyim müəllimlərdən də həmçinin deyə bilərəm ki, qiymət keçən müəllim yoxdur uşaqlar. Həqiqətən də olduğundan da artıq verməyə çalışır müəllimlər. Çox qəşəngdir. Yəni bu uşaqlar həvəsdən düşmür və s. Yəni amma təbii ki, çalışsanız, yəni biraz çalışsanız müəllim olsa sizə qiymətinizi verir. Bunu deyim ki. Nə deyirdim? Yəni ta ki başa düşməmisiniz, müəllim Azərbaycanda sizə başa sala biləcək, özü Azərbaycanda keçə biləcək hissələri olacaq. Yəni bu normal. Ta ki dərs keçirilib, məsələn dərs boyunca başa düşmədiniz də, ingiliscəni keçdi ya da nə bilim tam qavramadınız. Dərsləriniz, müəllimin hazırladığı təqdimatda, mühazirədə, kitabda hamısı kabinetə yüklənir uşaqlar. Hər hansı bir kitab almaya ehtiyacınız yoxdur.
Üniversitede dəftərlə getmənizə ehtiyacınız yoxdur. Yəni ilk gün götürüb dəftərlə getməyin üniversitədə. Sadəcə ikinci qrupsuzda böyük ehtimal xətti cəbir falan keçəcəksiniz. Xətti cəbir keçəndə təbii ki, biraz dəftərə hesab ehtiyacı olur. Çünki hesablama aparırsınız. Bu cəhətdə də ehtiyacınız ola bilər. Yaxud da ki, xidyaqda bəzi şeylər yazmaq üçün ehtiyac ola bilər. Amma digər fənlərdə yəni ehtiyac duyacağınızı düşünmürəm. Mən dəftər bir dənə məsələn alın belə bir dəftər pulunu sizə bəs edir. Bir semestr ərzində, hətta zorlasız ikinci semestrdə işlədə bilərsiniz dəftərin qalınlığından asılı olaraq. Biz salfetkaya da yazsaq müəllim qəbul edirdi. Yəni onun mənada demək istəyirəm ki, yəni sizdən dəftər, adı mühazirələri, müəllimlər belə yazsın. Hər kəs belə fikirləşir axı üniversitədə, elə bilir ki, indi patokdur falan. Müəllim danışsaq tez yazmalısınız. Belə bir şey yoxdur şu an. Mən də belə fikirləşirdim, amma gördüm ki, belə bir şey yoxdur. Yəni o cəhətdən rahat ola bilərsiniz. Sonra nə deyim, imtahan sistemindən danışım. Bəli, imtahan sistemindən danışım. İmtahanlar qapalı olur. Danışacağım bu arada. 5 fən keçirirsə, 5 fən keçirilir də. Bu 5 fəndən 3-ü qapalıdır. Sizin orada vacib ixtisas fəniniz var ki, onu açıq verirsiniz. Bir də xidyaqdır ki, xidyaq həm qapalı, həm açıq, belə qarışıq bir fəndir. İndi onların hamısından danışacağım. Əvvəlcə 3 qapalı fəndən imtahan necə olur? Sizə 700 sual verilir uşaqlar. İmtahan sistemini geri danışanda, axırı final sistemini danışmayayım, əvvəldən danışmayayım. Əvvəlcə uşaqlar, əvvəldən başlayaq, tamam mı? Üniversitəyə girmisiniz. Amma sonra müəllimlər sizə başa salacaq, imtahan sistemi falan fistan, hər şey başa salınır. Amma mən sizə yenə dediyim ki, özünüzdə məlumat olsun. Siz 2 dəfə hissədən danışıram. Hissədə belədir. Midterm var, final imtahanları var. Bu arada biz birinci semestrdə kollokviumlar vermişdik. Kollokviumlar isə hər ay verdiyiniz, məsələn, oktyabr, noyabr, dekabr 3 dəfə verirdiniz. Amma sonradan onu dəyişdilər, midterm sisteminə keçdiniz. Məncə midterm daha rahat. Midterm belədir. 30 bal midtermdən alırsınız uşaqlar. 30 bal. Yazdım, 30 midterm. Amma midterm siz verəcəksiniz ortada, noyabr ayında. Başa düşdünüz? Noyabrda midterm verəcəksiniz. Üniversitə başlamışsınız, belə danışmışsınız. Amma siz bir də yanvarda da final imtahanları verəcəksiniz. Siz yanvara kimi, dekabrın 31-nə kimi deyim, daha doğrusu yəni tətil başlayana kimi siz 4 qiymət almalısınız. Və bu 4 qiymətdə elə ki almışsınız, tutaq ki 4 dənə 10. Tamam mı? Rahatdan danışıyorum. 4 dənə 10 almışsınız, 40 elədir. Bunu 4-ə bölürlər, 2-yə vururlar. O sizin olur seminar nəticələriniz. Seminardan bu qədər toplamısınız. Siz ümumilikdə seminardan 20 bal toplamalısınız. 20-dən neçə bal toplamısınız, o hesablanır. Seminardan nə qədər toplamısınız? Məsələn 20 bal, maksimum 20 toplaya bilərsiniz. 20-dən tutaq ki, 19 toplamısınız, nə bilim 18 toplamısınız. O sizin topladığınız, məsələn 4 dənə 9 almışsınız. Avtomatik sizin balınız axırda çıxacaq 18. Ya da nə bilim orada 8-7 falan almışsınız. Nə bilim oldu 17.5 tutaq ki, o 18-i yuvarlaqlaşdırır. Məsələn 18 seminardan toplamısınız. Bu oldu bu. Və siz yəni bütün yəni dekabra deyim də, yəni yanvar dekabra kimi bu bal, yəni dərs danışırsınız, seminarlardan qiymət toplayırsınız da, yəni müəllimlərdən qiymət alırsınız. 4 dəfə dərs danışmanız kifayətdir. Təbii ki, bundan artıq da danışa bilərsiniz. Bundan artıq qiymət ala bilərsiniz. Prosta aşağı bir qiymət alsınız, sizin avtomatik düşürür axı. Yəni 10 alsınız okey deyəm. Amma nə qədər çox alsınız, fikirləşin ki, o qədər çox alsınız, onu o qədər çoxa böləcəklər. Məsələn 5 dənə qiymət almışsınız, 5-ə bölüb 2-yə vuracaqlar. Yəni niyə 5-ə bölsünlər, elə 4-ə bölsünlər də. Yəni ona görə 4 qiymət alın, məncə idealdır. Topladı seminarlarda. Sonra midterm gəlir uşaqlar. Midtermdə suallar verilir. Midtermdə eyni final imtahan tipli olur. Onu başa salacağım indi. Yenə qapalıdırsa, qapalı sizə suallar verilmir. Bəli, verilmir. Amma belə olur. Finalda sizə qapalılardan 700 sual verilirsə, onların 350-si midtermdə düşən suallardır. Sonra qalan 350-si isə birləşdirirlər həm midterm, həm də yəni noyabrdan dekabra, yanvara kimi keçirilən dərslərin sualların olur 700 sual. Yəni amma o 350 sual verilir. Amma siz yenə də keçənliklərdən, o fənni keçmişlərdən o 700 sualı alın və siz oradan keçdiyiniz dərslərin sırf suallarını öyrənə bilərsiniz. Biz belə eləyirdik. Yəni çünki suallar çox vaxt dəyişmir, oradakı sualları salırlar. Biz belə edirdik. Yəni fonlu eyni suallar olurdu çox vaxt. İnşallah dəyişməz də. Bu videonu izləyəndən sonra artıq dəyişmə qərarı alırlar falan. Yox, dəyişməyin. Kimi öyrənirik. Bəli, 30 balda siz topladınız midtermdən. 30 bal buradan, 20 bal buradan, 50 bal getdi. 50 bal siz oradan toplamalısınız. İndi gəldik final hissəsinə. Final hissəsində də 50 qapalı suallar olur. Sizə yenə 700 qapalı sualı verirlər. Siz 700-ünü əzbərləyirsiniz, öyrənirsiniz. Və 50 sualla qarşılasınız. Midtermdə 30 sual verilir, 30 bal alırsınız. Finalda 50 sual verilir, qapalı çıxdı, kompüterdə olur. Danışacağım. Allah danışıyanıma düşür ki, bunu danışmamışam. 50 sual olur, tık 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 vurursunuz və
Cavab da çıxır sizə. Kompüter sistemində, onu da aşağıdadım. Kompüter sistemində hər şey kompüterdə verirsiniz uşaqlar. Yəni saxtaçılıq şey yoxdur, kağıdı yazsınlar, müəllim buna artıq qiymət versin. Verir tema yoxdur, kompüterdə də və hər kəsə nə sual düşəcək, sistem qərar verir. Qarışıq random şəkildə sizə 50 sual atır. Və siz o 50 sualdan hərəsi 1 baldır. 50 dəqiqə vaxtınız olur. 50 dəqiqə sizə deyirsiniz, hər suala 1 dəqiqə nə azdır falan. Heç də belə olmur ya, 15 dəqiqəyə vurursunuz da. Çünki əzbərləmişsiniz, o sualı görən kimi avtomatik cavabına tez basırsınız, qutarır. O birinə aporuna, o birinə belə 50 sual verirsiniz. 15 dəqiqə, 10 dəqiqə, 20 dəqiqə, 25 dəqiqə belə tez sıxmaya şansınız var təbii ki. 50 sual da orada oldu, 100 var. 34 plus 17 temasını danışım ki, siz final imtahanında 16 aldınız kesinsiz, minimum 17 bal almalısınız. Yəni 50 baldan minimum 17 bal almalısınız və sizin ümumi imtahanlardan keçməyiniz üçün, yəni F kəsirdir. F olmamaq üçün 51 olmaz da, yəni 51 olması üçün 17 ən aşağı imtahanda yığılır tutaq ki, 51-dən 17-sin 34. Deməli siz seminar dərslərindən və midtermdən, yəni 34 yığmalısınız ki, siz kəsilməyəsiniz, tamam mı? Yəni topladığınız bala fikir verin və yüksək balla girməyə çalışın imtahana. Çünki imtahanda nələr olacağı bəlli olmur. Ona görə çalışın, seminarlardan da yüksək qiymət almaya çalışın, həmçinin də yəni midterm falan da yaxşı hazırlaşın. Və gəldik açıq sual tiplərinə. Açıq necə olur uşaqlar? Açıq əsasən ixtisas fənninizə aid olan dərsləri açıq şəkildə verirsiniz. Midterm sual seçmə haqqınız olmur. Midtermdə 3 sual verilir. Midtermdə çətin sual olmur bu arada. Asan, orta suallar olur. Hər sual 10 baldır. Yəni asan və orta suallar düşür. Yəni çətin sual düşmür də midtermdə. Elə ki sizə sillabus verilir. Sillabusun içində siz çətin orta olduğunu təbii ki görmürsünüz. Amma əsasən 5, 10, nə bilim 15-ci, 20-ci, 25-ci, 30-cu, yəni 75-ə qədər olan o 5-0'lı şeylər əsasən çətin suallar olur. Amma sualları görmürsünüz. Sizə sadəcə bu dərs adları verir, dərslərin adları. Bundan bu qədər misal düşəcək falan, bu qədər, ancaq bu məlumatları verir. Soramlarım 3 sual olur. Yenə vaxtınız olur. Vaxt nə qədər oldu? 1 saat deyəsən vaxt verilir. 3 sual olur. 3 sualı yazırsınız və necə sistemdir? Yenə kompüter sistemində. Kompüter sizə adıca avtomatik sual atır. Yəni sualları seçmirsiniz. Və sizə kağızlar verir, A4 kağızları. Yaxud da ki kompüterə də yaza bilərsiniz. Amma əsasən kağıza yazmaq üstünlüyü tutur, daha tez olur. Kağıza yazırsınız, sonra qırağda skan aparatı var. Bir dənə belə bir düz budaqlı aparatdır. Kağızı onun içinə skanetə basırsınız. Arşıla yandı. Skanetə basırsınız, kağızı belə qoydunuz. Hələ ki aparatın burasından girir, o bir tərəfindən çıxır kağız və avtomatik kompüterdə göstərir sizin kağızı. Bunu da sizə bu arada universitetə girəndə hardasa təzə olanda başa salacaqlar imtahan sisteminin. İmtahana yaxın yoxdur ki, lap əvvəldə. Tam yadımda deyil, haçan başa salmışlar, amma başa salırlar, yəni tamamilə öyrədirlər. Yəni imtahanda mən başa saldım, ya da nə bilim araşdırmalı deyilsiniz, orada öyrədirlər. Midtermdə 30 bal olur, amma 50 ballıq hissəsi isə necə olur? Artıq elə ki 35 sualı, dediyim kimi 75 sual olur. Əgər açıqdırsa. 35-i onsuz da imtahana midterm hazırlaşanda azlaşılı suallar olur. Qalan 30 isə finalda olanlar olur. Əlavə olunur. Yenə sizə midtermdə düşən suallar da düşə bilər bu arada uşaqlar, yəni qarışdırılır çünki. 2 asan, 2 orta, 1 çətin sualınız olur. Amma ki, çətin sual seçmə haqqınız yoxdur. Çətin sual 20 ballıq olur. Asan sualda 5 ballıq olur, 2 dənə 5 ballıq, 2 dənə 10 ballıq orta sualı, bir dənə də 20 ballıq çətin sualımız var. Tutaq ki 34 ilə girmişsiniz, bir dənə çətin sualı yazıb da çıxa bilərsiniz, amma təbii ki yüksək bal istəyirsinizsə hamı yazıb çıxın. Asan və orta sualları özünüz seçə bilirsiniz. O da necə olur? 2 dənə asan, 2 dənə orta olmalıdır. Sizə 3 dənə qoyurlar ora. 3 dənə asan sual qoyurlar, 3 dənə də orta sual qoyurlar. Baxırsınız suallara, oralardan ikisini seçirsiniz, bildiyiniz ikisini seçirsiniz. Yaxud da nə bilim gözünüzə asan gələn ikisini seçirsiniz. Çətin sual seçmə haqqınız yoxdur, nədirsə olur. Və beləliklə oradan da toplayırsınız. Qapalı suallar avtomatik kompüterə bitirə basan kimi balınız tak, belə dan deyə çıxır ortaya. Açıq sualların yoxlanılması 2 həftə, bir həftə heç vaxt çəkmir. 2 həftə ən azından çəkir yoxlanılması. Keçin. Xiddiyyət belə olur uşaqlar. Deməli, ilk olaraq midterm hazırlaşanda sizə oxu verilir. 30 səhifə olur, 60 səhifə olur. Bir kitab verilir, amma kitabı PDF-i var. PDF atılır. Yəni gedib kitab almaq məcburiyyətində deyilsiniz. O kitabdan sizə imtahanda həm dinləmə düşür, həm də mətn düşür. 5-5-5, 2 dənə dinləmə, 2 dənə mətn olur. Bir dinləmə, bir mətn sizin oxuduğunuz kitaba aiddir. Yəni o kitabı oxumalısınız ki, orada bu sualları vura bilərsiniz.
Bir dinləmə mətn isə tamamilə ayrı bir şeydən elə belə mətn qoyulur. Ta ki, dim imtahanında verdiyiniz kimi də, yəni təxsis bir şeydən dinləmə qoyulur. Bunun üstün cəhətləri odur ki, uşaqlar, siz dinləməni kompüterdən qoyursunuz və siz istədiyiniz qədər dinləyə bilərsiniz də. Yəni siz orada sürətin azalda da bilərsiniz. 0.75, 0.5 də edə bilərsiniz. Daha aşağı sürətlə də qulaq asa bilərsiniz. Həmçinin də istədiyiniz kimi qulaq asırsınız da. Hər sualda təzədən sual siz əvvələ verin, siz ortaya verin. Dinləmə sizin qulağınızda belə aparat, orada naşnikləri taxsınız. Oradan dinləyirsiniz. Yəni bu cəhətdən çox zordur da. Yəni hər türlü yazsınız onu. Yəni dimdə kimi 2 dəfə haqqınız olmur. Yəni belə bir tema yox. 1000 bal isə uşaqlara məktub yazırsınız. Məktub ilk olaraq informal olur ilk semestr. Yəni ki, qeyri-rəsmidir. Ta ki, dosta nə bilim məktub yazsınız şey olaraq. Nə bilim, ta ki bir hobiniz olub. Nə orada yazır da, yəni bu haqda məktub yazır. Ta ki nə bilim, dostum mən dünən bunu elədim, onu elədim. İngilis yazsınız. A1 səviyyəsi olur ilk semestr, ikinci semestr A2 səviyyəsi olur. A1 səviyyəsində də yazmaq təbii ki, rahatdır. Yəni asan cümlələr yazsınız, sizə tam bal verilir də, yəni. Sadəcə 75 söz yazmalısınız ilk semestr, ikinci semestr isə desən 120 söz olur bu. O məktub qaydalarında sizə dərsdə başa salırlar tamamilə. 20 balda məktubdan alırsınız. 40 bal oldu. Final imtahanında isə yenə eyni sistem olur. Prosta sizə bu dəfə oxu kitabı verilmir. Elə belə dinləmə mətnləri olur. Finalda isə işin o tərəfi 10 bal topladınız dinləmə mətnindən. 20 bal məktubdan yenə toplayırsınız. Yenə məktub qaydası eyni qalır. Midtermdə necə verdiniz, finalda da eynisi olur. Finalda artıq danışırıq. Speaking, bəli. Finalda artıq siz danışıq verəcəksiniz. İlk semestr rahat A1 səviyyəsində danışırsınız. İkinci semestr biraz daha çətinləşdirilir. Danışıqda neyiniz uşaqlar? Describe picture olur. Şəkil qoyulur, şəkil təsvir eləməlisiniz. Səviyyə yoxun danışında, yəni bu şəkildə bu var, o var, bu var, belə-belə. İkinci semestrdən artıq 2 şəkil qoyulur. 2 şəkli bir-birinə müqayisə edərək təsvir edirsiniz. Sonra müəllim orada sizə bəzi suallar verir. Hobiləriniz haqqında ola bilər, gələcək planlarınız haqqında ola bilər, keçən il neynədiniz haqqında ola bilər və s. Yəni rahat dildə danışa biləcəyiniz temalar, ünsiyyətlər olur. Verir və 20 balda oradan toplayırsınız. Ümumda 50 bal bu belə qutarır. Xidiaqın digər fərqli cəhəti odur ki, siz digərlərində məsələn 20 bal toplamalı deyildiniz seminarlardan, 4 dəfə qiymət almalıydınız, amma xidiaqda belə deyil, 10 dəfə qiymət almalısınız və 10 bal toplanır. Yəni hər qiymət 1 bal üzərindən qiymətləndirir. 1 bal verilmir. Ta ki 10 bal almısınız, o 1 bal hesablanır sizin üçün. Amma digərlərində 10 bal almışsınız, o sizin üçün 5 bal hesablanır. Avtomatik, yəni 4 dən qiymət alanda 20 bal tamamlamış olursunuz. Yəni biraz qarışıq ola bilər, amma sizin, yəni mən də məsələn dinləyəndə biraz qarışıq gəlirdi. Amma universitet ortamında tamamilə öyrəşirsiniz. Yəni ingilis səviyyəsi hər cür insanla qarşılaşacaqsınız. Yəni ta heç də bilməyən ingilis səviyyələrindən tutmur, A0 deyim, A1 deyim, nə deyim, yəni lap belə yüksək səviyyə C1 falan səviyyəli uşaqlarla da qarşılaşa bilərsiniz. Yəni sizin qrupunuzda da ola bilər, yaxud da ki digər qruplarda da ola bilər. Qarşılaşacağınız insanlardır. Xarici insanlarla qarşılaşacaqsınız. Məsələn, bizdə Gürcü var idi, Türk var. Yəni digərlərində başqa ölkələrdən də var. Yəni bir çox ölkəyə əməkdaşlıq edən bir universitet olduğumuz üçün təbii ki, qəbul edirik digər ölkələrdən də. İmtahan sistemi haqqında nə qədər danışmışam mən. Çox uzundur. Amma inşallah başa düşmüsünüz də, yəni ümid edirəm ki, başa düşdünüz. Hər şey haqqında danışmaq istəyirəm ki, məlumatınız olsun da. 30 dəqiqədir danışıram, dilim damağım qurudu. Başqa nə danışım isə haqqında, yemək haqqında hər şeyi danışıram. Biraz da pisliyim arkadaşlar. Biraz da gələk pisliyim korpusum olaraq. Şu an mən korpusumu çox bəyənirəm. Təbii ki, bir nizami korpusu qədər deyil. Hər kəsin xəyalı olan nizami korpusu bəli, birinci kurslarındır. Birinci qruplarındır. 1 və 5-ci qruplara sadəcə dərslər orada keçilir. Amma nəysə, öz korpusumu da bəyənirəm. Həqiqətən də çox kiçik korpusda. Tək problemi uşaqlar. İstəsə 4-cü mərtəbədə dərs keçirsiniz. Zaten 4 mərtəbədən ibarət bir universitet. İstəsə 4-cü mərtəbədə olursunuz. Və 4-cü mərtəbədəsinizsə liftlər uşaqlar çox problemlidir. Mən liftin işlədiyim ilk gün görmüşəm. İlk gün işləyirdim. İlk həftə işləyirdim. 2 dənə lift var. İkisi də bu arada o qədər balaca liftlərdir ki, sadəcə 5-6 nəfər girə bilir içinə. Maksimum 6. 7-ni salanda artıq ya liftə qalsa, ya lift qalxmır. Yəni belə bir şey olur. Və təbii ki, düşünün o boyda universitetə, çox böyük universitetdir. Sadəcə 2 lift və 5 nəfərlik. Nəysə, və bu çox böyük problemdir. Çünki hər həftə ya biri işləyirdi, ya o biri işləmirdi. Ya o biri işləyir, biri işləmir. Bəzən gəlsin ikisi də işləmir.
Düşünün, tələsiz və 10 qədər mərtəbədən çıxmazsınız. Nəfəs-nəfəsə çıxsınız, qaçsınız, dərsə çatasınız. Amma bir tək yaxşı cəhətlərindən biri odur ki, düzdür, hər müəllimə aid deyil, amma müəllimlər girən kimi sizə qayıb yazmırlar. Yəni, digər universitetlərdəki kimi müəllimdən bir dəqiqə sonra gidin qayıb yazıldı, belə bir tema yoxdur. Və qaybınızı 15 dəqiqə ərzində sildirə bilərsiniz. 8:30-da dərs başlayır. Məsəl üçün deyirəm, digər dərslərin saatlarına uyğun olaraq. Universitetdə dərs 8:30-dan 12:50-yə qədərdir uşaqlar. Yəni 8:45-ə qədər ta ki müəllim sizə qayıb yazıb, girəndə isə 8:45-dən əvvəlsi müəllim, yəni qaybımı silə bilərsiniz, şeyləsiz, təbii ki silirlər. Müəllimlərlə aranızı yaxşı tutmaya çalışın. İlk vaxtlar özünüzü nə qədər yaxşı oxuyan uşaq kimi göstərsiniz, müəllimlərin ağlında elə qalırsınız. İlk vaxtdan özünüzü avara oxumayan uşaqlar kimi göstərməyin. Çünki sonradan çətinlik yaradır bu sizin üçün. Yəni ta ki bir qiymətini satmayanda müəllim özü yaza bilir. Yəni fikirləşin, müəllimlərin ağzı yaxşı tutun. Da demirəm yaltaqlıq eləyin uşaqlar. Ən nifrət etdiyim tema budur. Yaltaqlıq eləməyin. Sadəcə özünüz belə, yəni normal oxuyan uşaq kimi göstərsiniz. Müəllim olsa da ayrı-seçkilik salmırlar. Hər ikisi aid deyil. Bəzi müəllimlər salır. Ən gözəl tərəflərindən biri qayıb yazılma tərəfdarı deyirlər. Allah razı olsun. Həqiqətən də yazmırlar. Tamam müəllimlər. Mən neçə dəfə yatıb qalırdım, getmirdim, qaybım yazılmırdı. Qayıb haqlarınız olur, onu da görürsünüz bu arada. Hər fənin öz qayıb limiti olur. O qədər qayıb ola bilərsiniz. Qayıb sizin balınıza aparmır. Bələn gözəl tərəflərindən biri. Qaybın sizin balınıza təsiri yoxdur. Sizin 7 qaybınız olun, 7-sini də işlədin, qayıb haqqınızı aparmır. Hətta bir qayıbda əlavə alma haqqınız var. Yəni 25%-də 25% keçimsiz 26 olub. Ta ki 8 qayıb olmalıydı. 9-cusunu da almışsınız. Ondan imtahanı buraxılırsınız. Amma təbii ki ondan artıq alsınız, avtomatik kesilirsiniz. Belə. İmtahana buraxılmırsınız. Dərslər 8:30-dan 12:50-yə qədərdir. Və bir gündə maksimum 3 dərs keçirirsiniz. Ondan artıq dərs olmur. Hər dərs 80 dəqiqədir. 80 dəqiqə ərzində fasilə yoxdur. 80 dəqiqə olur, sonra 10 dəqiqə tənəffüs olur, sonra yenə 80 dəqiqə dərs olur, sonra yenə 10 dəqiqə tənəffüs olur, sonra yenə 80 dəqiqə dərs olur və avtomatik 12:50-də dərs qurtarır. Birinci şey budur. İkinci də bilmirəm, dərslər saat neçədə başlayır. Cədvəlləriniz siz universitetə qəbul olunan bir həftə sonra falan çıxacaq universitetə. Ya bir həftə qalmış, ya da 2-3 gün qalmış falan cədvəlləriniz hazır olur. Yəni avtomatik full semestr boyu o cədvəllə gedirsiniz. Soramlarım. Başqa nə deyə bilərəm? Hər şey haqqında danışdığımı düşünürəm. Danışmadığım hissələr varsa alta yazaram. Nə sualınız varsa aşağıda mütləq qeyd edin. Yəni bütün suallarınıza cavab verməyə çalışıram əlimdən gəldiyincə. Yazın aşağı hamısını cavablayacağım və həqiqətən deyəsəm hər şey haqqında danışdım deyə fikirləşirəm. Danışa biləcəyim bir şey qalmadı. Şeylər haqqında danışım, məsələn, ta ki universitetə gəlmişsiniz, təşkilatlara qoşula bilərsiniz. TGT var, TİK var, bir çox təşkilatlar var, klublar var, özünüzə təşkilat yarada bilərsiniz. Çox yaxşıdır. Təşkilatlara qoşulmaqla həqiqətən də ətrafınız genişlənir. Yəni və İSA olduğunuz üçün zaten çox adam yoxdur da. 30 nəfər həssin qrupdur, nə bilim digər qruplarda da 30 nəfər, 30 nəfər. Yəni hər kəs hər kəs tanıyır. Mənim hər qrupda məsələn tanıdığım insanlar var, hər ixtisasdan falan da. Və bu da necə olub? Mən təşkilatlara falan qoşulduqca olub da. Yəni ətrafım genişlənib, ya nə bilim festivallar keçirilir, onlara qatıla bilərsiniz. Yəni ünsiyyətdə olun full. Utanqaz olmayın. Yəni bir tərəfdə çəkilib qırağda oturan uşaqlardan olmayın. Yəni çalışın, əylənin, doya-doya keçirin. Yəni universitet illərinizdə. Çünki sadəcə 4 ildir və vaxt o qədər tez uçur ki uşaqlar. Mən necə birinci kursu qutardım, hər də fikirləşirəm də. Yəni vaxt çox tez keçir və əlinizdən gəldiyincə özünüz üçün gözəl xatirələr saxlayın. Qrup yoldaşlarınızdan olsun, digər qruplardan olsun və s. Yəni sizin özünüzdən asılı bir şeydir. Bir də universitetə daxil olandan sonra uşaqlar UNEK özü qruplar açır. UNEK Eduaz saytını izləyin. Qruplar açılır. Siz o qruplara qoşulduqca əvvəlcə birinci kurslar üçün full qrup açılır. Sonra orada ixtisaslar üzrə ayrılır. Siz oradan öz ixtisasınıza qoşula bilərsiniz bu arada və qrup yoldaşlarınız hamı qoşulduqca bir-birinizi tanıyırsınız. Yəni universitetə qədər bütün qrup yoldaşlarınızla tanışmış olursunuz demək olar qrupa qoşulan. Universitetdə rahat olur təbii ki gedəndə. Düz gedəndə bir-birinizin üzlərini çox tanımırsınız. Takipləşirsinizsə falan artıq üzlərini görmüş olursunuz. Amma biraz belə əvvəl çəkingənlik olur. Sonradan öyrəşirsiniz də. Yəni çünki düşünün 22-si də avlar sıxmışdı. Sentyabrın 15-nə qədər biz full danışırdıq. Artıq birimiz haqqında çox məlumata sahib idik də. Yəni bu cəhətdə yaxşıdır. Yəni ilk dəfə gedib orada görmürsünüz. Siz əvvəlcədən tanınmış olursunuz. Və ilk gün gedəndə də UNEK-də orientasiya günü olur. Dərs keçirilmir. Düzdür, bizə keçirildi. Nə yalan deyim, biraz travmamdır. İlk dərsim saat 10-daydı
Bu arada olabilir yani 10'da olur, yani 8:30'da olur, saat 12:20'də qurtarır. Bir dərs olur bəzi günlərdə. Yəni sizin o cədvəlinizdən asılıdır. Və ilk gəlib xətti cəbir dərsim idi. Mən gəlib ilk Matrix başa salanda həqiqətən həyatımı sorğuladım orada. Yəni ingiliscə tədris niyə seçdim deyə bir sorğuladım, çünki ingiliscə danışırdı. Həyatı sorğulamışdım, amma qorxmayın uşaqlar. Rahatdır, Allah rahatdır. Həqiqətən rahatdır. Hər gün orientasiya günü olur. Sonradan bizi buraxdılar həyətdə, nə bilim, tədbirlər oldu, mahnılar oxundu. Valideynləriniz də içəri buraxılır bu arada. Şəxsi kabinetinizi göstərib girirsiniz universitetə. Bu arada ilk gün şəxsi kabinetinizi açıq saxlayın ki, içəri girəndə şəxsi kabinetinizi göstərsiniz, girirsiniz. Tələbə biletləriniz sizə hardasa bir ay sonra verilir. Mən deyəsən oktyabrda almışdım deyə xatırlayıram. Nəsə bir gecə verilir tələbə biletləri. Yəni bunu bildirim. O vaxta qədər şəxsi kabinetinizi göstərir, girirsiniz. İnternetiniz olsun ya da SSL-ini saxlayın ki, girəndə rahat olsun sizin üçün. Başqa da yoxdur. Herkes narazı Herkes narazı tutan insanlar nəsiyyət qurun. Nə bilim, tutaq ki, hansı ixtisasda olsanız belə geri ixtisaslarına da əlaqə qurun. Mən TQT-yə qoşulduğum üçün maliyyə uşaqlarına falan da yaxınam. Belə Allah'ım daha çok 40 dəqiqəlik sizə universitet danışmışam, bu video mən necə edib deyəcəm. Belə aşağıda suallarınız olsa yazın, qeyd edin. Hamısını cavablandırmaya çalışacağım. İzlediğiniz için teşekkür ederim. Öpürəm. İkinci kursdan yeni videolarla karşınızda olacağım. Öpürəm hamınızı. Sağ olun. Bay bay. Bay bay. Araya girəm. Üniversiteti pisləyərkən anda liftim pislənim. Ama uşaqlar bufet. Danışmaq bile istəmirəm bufet haqqında. Bir bufeti var, çox balacadır. Və yerin altındadır. Çox pisdir. Yəni bufet və lifti düzəltsə, məncə universitet çox ideal universitet. Nəysə. Bir də hər şey elektronlu. Hər şey elektronlu. Hər şey. Hər şey. Qiymətləriniz belə elektron lövhədə yazılır. Çox gözəldir. Başqa nə pisdim? Günək kafemi pisləmirəm. Günək kafemiz var. Qəşəydi. Qiymətlər bir tık yüksəkdir orada. Biraz daha oligarklara göre yalandırıyorum. Tabii ki girip oturabilirsiniz. Sakitçiliği olur orada. Ama esasen bufette oturulur. Hayatta geçeydi. Genişti. Neyse böyle.